Deməli, bax, bizə belə bir şərt verib, üçlü sualdır. Deyir ki, bu aşağıdakı məsləhətinə əsasən 3 dənə sual verəcək. O 3 dənə sualı cavablandırmaq lazımdır. Bax, şərtdə nə verir bizə? Biraz problemli sualdır. 2024-cü ilin ikinci qəbuluna düşmüşdü bu sual. Deyir ki, bax, eyni hərflərin eyni ədədlərə uyğun olduğunu bilərək, bax, buraya nə də oxudu. Bu nə deməkdir? Misal, atıram, A burada 5-dirsə, burada da A5-dir, burada da A5-dir. Bu onsuz da aydın məsələ. Yəni, A'lar hamısı 5-dir. Bax, eyni hərflər eyni ədədlərə uyğundur. Bilərək cədvəldəki məlumatlara əsasən tapşırığı yerinə yetirir. Bu sualın birinci növbədə dediyim problemi nədir? Bax, burada normalda biz öyrəşmişik ki, desin ki, eyni hərflər eyni ədədlərə uyğundur, müxtəlif hərflər müxtəlif ədədlərə. Amma bu şərtdə müxtəlif hərflərin müxtəlif ədədlərə uyğun olduğunu demir. Bilirsiniz nə temadır bu? Yəni, misal, atıram, burada A5 olarsa, ola bilər K da 5 olsun, aydındır? Yəni, onunla bağlı bir şərt verməyib, zaten elə olacaq. Çünki konkret nə deyib bizə? Deyir, eyni hərflər eyni ədədlərə uyğundur. Şok, bitdi. Deməyib ki, müxtəlif hərflər müxtəlif ədədlərə uyğundur. Sualın problemi biraz buradadır. Onu da imtahanda çox adam tapa bilməmişdi. Yəni, o şərt ziddiyyət təşkil edir. Amma kaş gərək idim o şərti bizə verəydi. O şərti vermədiyinə görə artıq sual həqiqətən çox daha çətin olur. Yəni, sən axırda sonda bilirsən ki, ayda A-da 5 ola bilər, K-da 5 ola bilər, misal üçün B-də 5 ola bilər. Onu sən sonda bilirsən. Amma biz indi bunu şərtli dediyinə görə biz nə edirik? Biz onu nəzərdə saxlayırıq. Bizə deyir ki, 100-dən kiçik, bax bu hərflər nədir? 100-dən kiçik natural ədədlərdir. Bax, ya bu hərfləri yazaq. A, B, D, Y. Deməli, A, B, D, Y, sonra F, K, L'in bax bu hərfləri yazdıq. İndi gəlin bir dənə burada cədvəlimizi quraq. Bax bunları atdenlə ayırıram ki, o səliqə ilə alınsın. Bax biz yazdıq. Burada indi bizə nə verib əlavə şərt kimi? Bax bizə deyir ki, bax bu ədədlər, bax bu aşağıdakı ədədlər necə ədədlərdir? 7-yə qalıqsız bölünməyənlər. Görürsünüz, bu ədədlər nədir? 7-yə bölünməyən. Yəni 7-yə qalıqsız bölünməyən nə deməkdir? Yəni bu ədədləri 7-yə böləndə qalıq alınır. Bax bunlar əgər normalda bir şey deyim. Bu arada bunlar 100-dən kiçik natural ədədlərdir. Yəni minimum 1 ola bilər. Natural deyil axı 0 olmaz. 1-dən 99-a qədər olan ədədlərdir. Bax, bu ədədlər əgər 7-yə qalıqsız bölünmürsə, bu nə deməkdir? Yəni bu ədədlər 7-yə böləndə qalıq alınır. İndi normalda 100-ə qədər olan ədədləri, yəni 7-yə bölənləri tapmaq rahatdır, yoxsa bölünməyənləri, təbii ki, 7-yə bölünənləri tapmaq daha sadədir. Ona görə bax, burada nə deyir? Bunlar nədir? 7-yə qalıqsız, yəni bunlar 7-yə bölünəndə qalıq alınır. Bunlar əgər 7-yə bölünmürsə, gəl biz nəyi yazaq? Gəl biz 7-yə bölünən ədədləri yazaq. Çünki bunların tərsini. Bir var 7-yə bölünənləri tapmaq asan olar, yoxsa bölünməyənləri, təbii ki, 7-yə bölünənləri daha rahat tapmaq olar. Bunlar 7-yə bölünmürsə, mən bura yazıram ki, bax, 7-yə bölünən. 7-yə bölünən ədədləri yazıram. Bura yazıram 7-yə böl. Bunlar 7-yə bölünən ədədlər olacaq. Bax, normalda indi. Bax, bunlar 7-yə bölünmürsə, onda yerdə qalanları 7-yə bölünməlidir. Bax, bunlardan başqa, bu arada burada neçə ədəd var? 3, 4, 5, 6, 12 də ədəddir. Burada bax 10 dənəsi verir. Deməli 2 dənə ədədim var ki, 7 bu 10 dənə ədədim 7-yə bölünmürsə, deməli ikisi 7-yə bölünməlidir. Bu ədədlərdən hansı yoxdur bizdə? Gəl plus minus ataq. Baxıram ki, burada olmayan ədədlərdən A, B, D, Y, bax bir F yoxdur. Deməli F, bir də hansı yoxdur? K, L, bir də N yoxdur. Görürsünüz? Deməli, bax bu ədədlər 7-yə bölünmürsə, deməli yerdə qalanları F ilə N burada 7-yə bölünür.
İndi bax, misal üçün gələr, bax bunları qeyd elədik biz. Bunlar getdi. Baxıram ki, bax bunlar 2 rəqəmli ədədlərdir. Bax bunlar 2 rəqəmlidir. Normalda 1-dən 99-a yazan ədədlər olmalı da. İndi 2 rəqəmləri tapmaq asandır. Olar yoxsa 1 rəqəmliləri, təbii ki, 1 rəqəmliləri. Çünki 1 rəqəmli ədədlər 9 dənədir, 2 rəqəmlər 90 dənədir. 2 rəqəmlər çox uzun gedəcək axı. Gəl biz yazıram ki, burada 2 rəqəmli bunlardırsa, mən bura qeyd eləyirəm 1 rəqəmli. Bax yazıram. 1 rəqəmli ədədlər. Yəni bax 1 rəqəmli. Yəni 1-dən 9-a qədər. Bura olacaq bir rəqəmli ədədlərin cərgəsi. Bax, əgər bunlar 2 rəqəmlidirsə, yerdə qalanlar 1 rəqəmlidir. Yerdə hansı qalıb? Bax, B var burada. Deməli, A yoxdur. A-nı yazıram üstə gəl. A, B, D, Y, F, K var. V nazırdan başqa. L, N, R, T. L, N, R, T. L, N, R, bir də T. Görürsən, düz oldu. 4, 8 dənə buradadır. Deməli, L, N, R, 1, 2, 3, 4, 7 dənə buradadır. Hə, 5 dənə də üstəgəl qoyduqda, bəli, 7 ilə 5-in cəmi obşa 12 elədi. Bax, bunlar 2 rəqəmli isə biz tapdıq 1 rəqəmliləri. İndi, bu ədədlər nədir? Bax, buradakı ədədlər kvadrat kökü tam ədəd olanlardır. Yəni, bunlar kvadrat kökü nədir? Yəni, bunlar kvadrat ədədlər sayılır. Bunlar kvadrat ədədlərsə, yazıram ki, burada bax, belə bir şey. X kvadratı. Yəni, bunların özünü yazmaq daha sərfəlidir. Kvadratları tapmaq daha sərfəlidir. Bunlar kvadrat ədədlərdir. Yazaq. A, F, K, Z və A, F, K, sonra Z, A, F, K, Z, L, R, V, T, L, R, V, T. Yəni, T, bir də V. Bunlar oldu bizdə kvadrat ədədlər. İndi kub ədədləri olan hissəsinə keçəcəyik. Deməli, bax, buraya yazdıq. İndi baxaram, misal üçün, bu şərtə. Bu şərt nədir? Deyir ki, kub kökü tam ədəd olmayanlar. Kub kökü o deməkdir ki, yəni bunların 3-cü dərəcədən kökə salanda tam ədəd çıxmır bunlardan. Yəni bunlar kub ədədlər deyil, qısacası. Bunlar kub ədədlər deyilsə, baxın, kub ədədləri yazmaq daha rahatdır da, nəinki kub ədəd olmayanları. Bunlar kub ədədlər deyilsə, mən bunların tərsini yazarım. Necə ki, burada 7-yə bölünməyənləri yox, 7-yə bölünənləri yazmışdım. Yəni ki, ona görə bunun tərsini yazırım. Yəni, bunlar kub kökü tam ədəd olmayanlarsa, mən burada yazıram ki, kubları. Və tam olaraq kubları yazacağam burada. Kublar görək hansılardır? Bunu da ayırırıq. Bax, bizə kublarla. Bunlar kublar deyilsə, F, L, N, R, V. Gəl belə eləyək, bax. F, L, N, R, V-nı silək sürətlə. İndi karandaşla silirik, sonra yerdə qalanları rahat tapa bilərik. A, B, D, Y qeyd edirəm. A, B, D, Y, sonra K, T və Z. T və Z. Bax, bunları yazdıq. 1, 2, 3, 4, 5 dənə ədəd olmalı. Zaten 5 dənə ədəddir. A. İndi bunları silirəm ki, qarışmasın. Bunu da qeyd elədik. Bir də axırıncı şərt bizdə bu qalır. Deyir ki, bu nədir? 4-ə nisbəti cüt ədəd və ya kəsir olanlar. Bu nə deməkdir? Yəni, sən tutalım bu ədədlər var. Tutalım x ədədi. Bizə bunlara x deyək də ümumi. Bax, bu x ədədlərindən hər hansısa birini 4-ə böləndə cüt ədəd alırsan. Yəni, deyir axı, 4-ə nisbəti cüt ədəd və ya kəsr ədəd. Yəni, bunun x-i də, yəni, yaxud 4-ə böləndə kəsr ədəd alırsan. Məsələn, atıram 3-də 1. Yəni, nə isə 4-ə böləndə cüt ədəd alırsan, ya da ki, kəsr ədəd alırsansa, kəsr ədəd almaq nədir? 4-ə bölünməyən deməkdir bu. Bunlar 4-ə bölünmür və ya da ki, 4-ə bölünəndə cüt ədəd alınır. Bunları tapmaq asandır. Yoxsa ki, bunun tərsi nə ola bilər? Yəni, bunun özü nədir? 4-ə bölünməyən və 4-ə bölünəndə cüt alınırsa, bunun tərsi nə ola bilər? 4-ə böləndə tək alınsın. Düzdürmü? Yəni, bunu 4-ə böləndə cüt alınırsa əgər və yaxud 4-ə böləndə kəsr alınırsa, zaten 4-ə böləndə kəsrin alınmağı o demək ki, ədəd 4-ə bölünmür. Amma 4-ə böləndə cüt ədəd alınırsa, bu o deməkdir ki, ədədi 4-ə böləndə bunun tərsi o deməkdir ki, 4-ə böləndə tək alınsın. Bax, yazıram. 4-ə böl, 4-ə böl, tək al. Bax, yəni yenə də deyirəm, bunun tərsi nədir? 4-ə böləndə cüt və ya kəsr olanlar bunlardırsa, bunun tərsi nədir? 4-ə bölünəndə direkt
tək ədəd alınsın. Çünki sənin 3 dənə şansın var da, ya 4-ə böləndə cüt alınacaq, ya 4-ə böləndə tək alınacaq, ya da ki, bölünməyəcək, yəni kəsr alınacaq. Burada nə verib? 4-ə böləndə cütlə kəsr veribsə, yerdə nə qalır? Tək ədəd. Yəni 4-ə böləndə tək ədəd alınanlar. Bunların tərsini yazılır demək. Bax bu A, B, D, F bu 10 da hərfdən başqa nə qalıb bizdə? A, B, D, Y, F, K. Bir L hərfi yoxdur burada. Bir də V. L-lə V. Deməli L-lə V nədir bizdə? L-lə V-ni biz 4-ə böləndə nə alırıq? Tək ədəd alırıq. Bu cədvəli yığandan sonra, düz bu cədvəli yığmaq biraz vaxt aparır, amma bundan sonra sual asan olur. Bundan sonra bir-bir baxarsın. Bax, misal üçün, fikirləşin ki, bax, biz n nədir? Bax, n 7-yə bölünən bir rəqəmli ədəddir, görürsünüz? Həm 7-yə bölünür, həm də bir rəqəmli ədəddir. Onda avtomatik n olacaq 7. Bax, 7-ni tapdıq, misal üçün. R-ə baxıram. R nədir? Bir rəqəmli ədəddir və kvadrat ədəddir. Bir rəqəmli ədədlərdən kvadrat ədəd hansıdır? Normalda 1, 4, 9-da düzdür. Bir rəqəmli kvadrat ədədlər 1, 4, 9-dur. Burada 4 olmaz. Ona görə olmaz ki, 4 olsaydı, bax bura 4 olsaydı, ona bura plus düşərdi. Çünki 4-ü 4-ə böləndə tək ədəd alınır da. Və bu R ədədim 4 ola bilməz. Çünki buradakı necə ədədlərdir? 4-ə böləndə tək alınsın. Əgər 4 olarsa, bax 4-ü 4-ə böləndə tək ədəd alınır. Onda burada plus düşərdi. Daha doğrusu bura. Burada plus düşərdi. Düşmədiyinə görə bu deməli 4 deyil. 1, 4, 9-dan amma R ədədi 4 deyil. Ya 1-dir, ya 9-dur. 1 də ola bilməz. Çünki 1 həm də kub ədəddir axı. Bax, bura plus düşməyib. Görürsünüz? R-də bura plus atmayıblar. Atmayıblarsa deməli 1 də deyil. Onda 1 də deyil, 4 də deyil. Nədir onda? R oldu avtomatik 9. Biz R-i 9 tapdıq. İndi bax gəlirəm T-yə. T nədir? Bir rəqəmli ədəddir, görürsünüz? Kvadrat və kub ədəddir. Bir rəqəmli kvadrat və kub ədəd hansıdır? Ancaq 1-dir də. Yəni belə deyim də, zaten həm kvadrat, həm kub ədəd olan 2 dənə ədəd var. Ya 64-dür, ya 8-in kvadratı, ya da 4-ün kubudur, 64. Bir də həm kvadrat, həm kub ədəd olan 1 var. 1 nədir? 1 elə 1-in kvadratıdır, 1-in də kubudur. Baxıram ki, T nədir? Bir rəqəmlidir, həm kvadrat, həm kubdursa T avtomatik 1 olacaq. Misal üçün V-yə baxıram. V nədir? Kvadrat ədəddir və 4-ə bölünəndə tək alınır. Bax, gəl kvadrat ədədləri yazaq. Və 4-ə bölünür və baxın, bir rəqəmli deyil ha bu arada. V bir rəqəmli ədəd deyil. Olsaydı bura plus düşərdi. 7-yə bölünən də deyil. Bax, bir rəqəmlərdən başqa, 1, 4, 9-dan başqa kvadrat ədədlər hansılardır? 16. Özüm yazıram ki, göz önündə olsun. 25, 36, 49, 64 və bir də 81. Bax, V-yə baxırdıq da. Bilirəm ki, V 7-yə bölünən ədəd deyil. Çünki plus atmayıb. Deməli, V 49 ola bilməz. Deyir ki, V kvadrat və 4-ə bölünəndə tək ədəd alınmalıdır. Baxıram ki, bax, görüm 4-ə bölünəndə tək ədəd alınacaqmı? Bax, V bilirəm axı 4-ə bölünəndə tək verilməlidir. 16 ola bilməz. Çünki 16-nı 4-ə bölənəndə cüt eləyir. 64 də olmaz. 64-ü 4-ə böləndə nədir? Cüt eləyir. 25 də zaten 4-ə bölünmür. Bura nə olmalıdır? 4-ə bölüb tək ədəd almalısan. 81 də 4-ə bölünmür. Deməli 36 imiş. Deməli V bizdə neçə imiş? V bizdə oldu 36. Baxaram Z-yə. Z nədir? Həm kvadrat, həm kub ədəddir. Dedik ki, ya 64-dür, ya 1. 1 olmaz. Çünki 1 olsaydı buraya plus atardı da bir rəqəmli olduğuna görə. Onda Z avtomatik olur 64. Burada bunları tapdıq. Mesela elə baxıram. Elə baxın, bir rəqəmlidir, kvadrat ədəddir. Zaten bir rəqəmli kvadrat ədəd dedik 1, 4, 9-dur. Və baxıram ki, 1 olmaz. Elə baxırdıq da doğrudan. Bax, bir rəqəmli kvadrat ədəddir. 1 olmaz. 1 olsaydı, bax, kublara da üstəgəl yazardı. Ona görə 1-i çıxdı. 4 ilə 9 qaldı və baxın, bura plus atıbsa, bəli 4-ə böləndə tək ədəd alınır. Avtomatik 4-ün özü də elə avtomatik olur necə? 4-ün özü. Çünki 4-ü 4-ə böləndə tək alınır. 9 olsaydı bura plus düşməz. Çünki 9 4-ə bölünmür. Elə avtomatik oldu 4. Sonra K-ya baxıram. Həm kvadrat, həm kub ədəddir. Neçədir onda? Ya 64, ya 1 idi. Təbii ki. 1 olmaz axı. Çünki 1 olsaydı bura plus düşərdi. Avtomatik K olur 64. Baxın, o dediyim, əvvəldə dediyim şərt gəldi, çıxdı. Bax, K da 64-dür. Z də 64-dür. Çünki bizə müxtəlif ədədlərin eyni, yəni müxtəlif olacağı ilə bağlı bir şey demir. Kaş desəydi ki, müxtəlif hərflər eyni ədəd ola bilər. Onu demədiyinə görə bizim başqa bir çarəmiz yoxdur. Baxıram F-ə. F nədir? 7-yə bölünən kvadrat ədəd. 7-yə bölünən kvadrat ədəd hansıdır? Ancaq 49.
Misal üçün A-ya baxaq. A nədir? Bax, bir rəqəmlidir. Həm kvadrat, həm kub ədəddir. Bir rəqəmli həm kvadrat, həm kub ədəd ancaq 1-dir. B-yə baxıram ki, B nədir? Kub ədəddir. Kub ədədlərdən bizdə nə var? 1, 8, 27, bir də 64. 4 dənə ədədimiz var da. B deməli kub bu 4 ədəddən biridir. Bax, B-yə kvadrat ədəd deyil də, görürsünüz? Kvadratı plus qoymayıbsa, 1 ilə 64 deyil. Çünki 1 ilə 64 həm də kvadrat ədəddir. Olsaydı ya plus düşəydi. Ya 8-dir, ya 27-dir. Ya 8-dir B, ya da 27-dir. 8 də olmaz. Çünki bax, B bir rəqəm 8 olsaydı, bura plus düşərdi. Bir rəqəmlə də olduğuna görə. Deməli, B 8 də deyil. Avtomatik B neçəymiş? B avtomatik onda olur 27. İndi D ilə Y-ni tapmaq qaldı. Eyni söhbət. Bax, yenə İkisi də görürsünüz. Bax, zaten bunların üçü də görürsünüz eyni şeydir də. Baxın, üçü də eyni şeydir. Deməli, üçü də 27 olacaqdır avtomatik. Eyni söhbətlərə görə. Görürsünüz? Bunların üçü də eynidir. Sonra görürsünüz, 3 dənə də 27 var. Bitdi, getdi. Bax, bütün ədədlər tapıldı. Heç nə. Bunların hamısını tapdığımıza görə indi biz keçirik, bunları silirik, keçirik suallarımızın özünə. Suallar çox rahatdır əslində. Bax, bu ifadələri silirəm. Keçirik suallara. Suallar nədir? Rəqəmləri falan tapmaq. Bax, bizə nə deyir bu sualda? Bizə bu sualda deyir ki, nan sözünün hərflərə uyğun olanların cəmini tap. Bax, birinci sual budur. Nan sözü deyil neçədir, yəni. N neçədir səndə? 7. A neçədir səndə? A-nı 1 tapmısan. N-nı da 7 tapmısan da. Bunların cəmi nə verir? 15. İkinci söz, ikinci sual budur. Talan sözünü istəyir. T neçədir? T 1. A bildik ki 7-dir. L neçədir? L məndə 4. A yeni 7-dir. N da bizdə oldu 7. Sorry. A 1-dir. Yox, bir dəqiqə. T, A, L, A. N neçədir? Bax, T 1-dir. A 1. A da 1-dir. Sorry, hə. Bizə səhv. Bax, T 1-dir. A da 1-dir. L 4'dür. A 1'dir. N da 7'dir. 1, 1, 4, 1, 7'nin cəmi 12, o da ki 14 verilir. Cavab olur A bəndi. Axırıncı sualda isə bizdən bazar sözünü istəyir. Bazar sözünü istədiyinə görə də baxırsan ki, B neçədir səndə? B 27, A 1, Z 64, A yenə 1, R isə 9. Bunların cəmi 91, 90, 93, o da 102. Cavab olur bu. Bitdi, getdi. Bu oldu birinci sualımız. Yenə eyni sualdandır. Bu 2025-ci ilin birinci şans imtahanında düşmüşdü imtahana. Bax, bu dəfə əslində şərtimiz daha sadədir. Bizə nə deyir? Eyni hərflər, eyni, fərqli hərflər isə fərqli ədədlərə uyğundur. Yəni, normalda bu şərti verir. Yəni, misal üçün, B 5-dirsə, 5 daha başqası ola bilməz. Bir də şərt deyir. Bax, burada fikir verin, burada 16 dənə ədəd var. Bayaqkında 12 dənə ədəd var idi. O cəhətdən biraz bayaqçı daha rahat idi. Burada rahatlıq nədir? Bu ədədlər konkret, bax, bu ədədlərdir. Bax, deyir ki, 1, 2, 3 və 4 rəqəmlərindən əmələ gələn 2 rəqəmli natural ədədlərdir. Yəni, sən bu 4 ədəddən neçə natural ədəd düzəldəcəksən? 16 dənə. Bax, 1, 2, 3, 4-dən hansı ədədlər düzəldəcək? Bax, yazıram. 11, 12, 13 və 14. Biri bu. Yəni, bir cərgə bu. Sonra 21, 22, 23 və 24. Bir də 31, 32, 33 və 34. Bir də 41, 42, 43 və bir də nə? 44. Bax, bu 16 dənə ədəddir bu ədədlər. İndi yenə başlayıram. Bax, birincidə nə deyir mənə? Eyni rəqəmlərdən təşkil olunmayanlar da bunlar. Olunmayanları tapmaqdansa olunanları tapmaq daha sadədir. Yəni, bunlar əgər eyni rəqəmlərdən təşkil olunmayıbsa, mən bura yazıram ki, eyni rəqəmlərdən təşkil olunanlar. Bax, yazıram. Eyni rəqəmlər. Bunlar oldu eyni rəqəmlərdən təşkil olunanlar.
Bax, əgər bunlar eyni rəqəmlərdən təşkil olunmayanlarsa, yerdə qalanlar var. Onlar eyni rəqəmlərdən təşkil olunub. Yerdə nə qalıb? Misal üçün, nağd A. Bax, B var, C var, D var, Y, F, G, K, L, N, O, P, sonra U gəlirsə, deməli, burada neçə dənə ədəd var? 3, 6, 12, 4 dənəsi lazımdır. O, P, sonra burada nə yoxdur? R, S, T, R, S, T. Bax, bunlar deməli eyni rəqəmlərdən təşkil olunub. Yəni bunlar ya 11-dir, ya 22-dir, ya 33-dür, ya 44-dür. Davam edirik. Bax, burada nə deyir? Sonuncu rəqəmi 2 olmayanlar. Bunlar əgər sonuncu rəqəmi 2 olmayanlarsa, olanları tapmaq daha sadədir də. Yazıram ki, sonu 2 olanlar. Sonu 2 olan. Burada yazıram sonu 2 olan ədədlər. Sonu 2 olan, deməli, sonu 2 olmayanlar bunlarsa, yerdə nə qalır? A, B, C, bax, D yoxdur. Y yoxdur. F yoxdur. C, K, L, N, O, P, R, S, bir də T yoxdur. Burada 3, 4, 7, 5, 12 dənə ədəddən 4 dənəsində tapdıq 16 dənə. Bu da 7. Baxıram ki, bunlar cüt ədədlərdir. Yəni fərqi yoxdur. Burada 8-li cütdür. Bax, 8, 16 ədəd, 8 də təkdir. Burada fərqi yoxdur. Təkləri yaz, ya cütləri yaz, fərq eləmir. Yazıram lap bura, cüt ədədlər. Gəl cütləri yazaq elə, bunların özlərini. Bunlar cüt ədədlərsə, deməli, D, E, F, L, bax, D, E, F, L, P, S, T, U, P, S, T, U. Bax, bunlar cüt ədədlərdir. Bax, bunu da yazdıq. Bu ifadə də getdi, bu da getdi, bu da getdi. Sonra, sonuncu rəqəmi 1 olanlar bunlardır. Yazıram ki, bayaq yazdıq, sonu 2 olan. Bu dəfə yazıram ki, sonu 1 olan. Sonu 1 olan. Və bunlar necə ədədlərdir? Sonuncu rəqəmi 1 olan ədədlərdir. Sonu 1 olan ədədlər hansılardır? B, C, O, R. B, C, O və R hərfi. Bunlar nədir? Sonuncu rəqəmi 1 olan. 2 dənə şərtimiz qalıb. Bax, burada deyir ki, 1 əlavə etdikdə 3-ə qalıqsız bölünənlər. Yəni, bu ədədlər ki var, bunlar necə ədədlərdir? Bunların üstündə 1 gələndə 3-ə bölünür. Qalıqsız bölünür. Yəni, qalıqsız bölünür nədir? 3-ə bölünən ədədlər. Bax, bu ədədlərdən hansının üstünə 1 əlavə, neçə ədəddir? 6 dənə ədəddir. Bax, 6 dənə ədəd var ki, üstünə 1 əlavə eləyəndə 3-ə bölünür. Bax, buradan seçək də 1, 11. Bu ədədlər hansılardır? 11. Sonra 14. Sonra 23. Sonra 31, yox, 32 daha doğrusu. Sonra 41 və 44. Yəni, bu ədədlər nədir? Üstünə 1 gələndə nə olur? 3-ə qalıqsız bölünür. Gəlin bu ədədləri yazaq. E, K, bax, bu ədədlər hansı ədədlərdir? F, F, K, O, R, S, U. Bax, üstəgələr qoydum. Yəni, üstünə 1 gələndə 3-ə bölünən ədədlər bunlardır. İndi, bir dənə qaldı bu. Bax, burada nə deyir? 2-də 1 hissəsi. 2-də 1 hissəsi nə deməkdir? Yəni, yarısı. Bu nə deməkdir? Yarısı. 2-də 1 hissəsi. Yəni, yarısı 12-dən böyük olan. Əgər yarısı 12-dən böyüksə, deməli, bunların full özü nədir? 24-dən böyükdür. Əgər normalda bir şeyin yarısı 12-dən böyüksə, deməli, tam özü 12-dən böyükdür. Tam özü 24-dən böyükdür. Bunlar özü 24-dən böyükdür. İndi, 2-də 1 hissəsi 12-dən böyükdür. Deməli, burada yazdığı 24-dən böyük ədədlər. Bunları da qeyd edək. A, C, D, F, A, C, D, F, C, L, O, S, C, L, O və bir də S. Bax, bunu da yazdıq. Bax, bundan sonra artıq sualını tapmaq asan olur. Bax, baxıram ki, misal üçün, fikir verin. Bax, T nədir? T, bax, eyni rəqəmlərdən təşkil olunub və sonu 2-dir. Eyni rəqəmlərdən təşkil olunub, sonu 2 olan hansıdır? 22-dir də. Deməli, T-ni tapdıq 22. İndi bunları silək. Bax, buradan 22-ni silirəm. Çünki bildim ki, eyni rəqəmlərdən təşkil olunub və sonu 2-dirsə, avtomatik T olur 22.
Ondan sonra misal üçün erə baxaq. Er nədir? Bax, eyni rəqəmlərdən təşkil olunub, plus sonu 1-dir. Eyni rəqəmlərdən təşkil olunub, sonu 1 isə er olacaq 11. Buradan 11 də sildim. Misal üçün, A nədir? Eyni rəqəmlərdən təşkil olunub və 24-dən böyükdür. İndi eyni rəqəmlərdən təşkil olunubsa zaten ya 33-dür, ya 44-dür. A. A 44 ola bilməz. Bilirsiniz niyə? Bax, cüt ədəd deyil. Cüt ədəd olsaydı, baxın, bura nə yazardı? Bax, bu hissəyə plus qoyardılar. Deməli, A bildi ya 33, ya 44-dür. Burası 44 olmadığına görə. Hə, deməli, bildik ki, A ya 33 ya 44-dür. 44 olmayacaq, çünki cüt ədədə plus qoymayıb. A avtomatik 33-dür. 33-ü də silirəm. Bir də qaldı 44. 44 hansıdır? Bax, x-dir də. Eyni rəqəmlərdən təşkil olunan 44. 44-də sildim. İndi misal üçün baxaram nəyə? Misal üçün, bax, B-yə baxıram. B-yə bir dənə nə qoyublar? Sonu 1 olan. B deməli, ya 21, ya 31, ya 41-dir. Sonu 1 olan, çünki onlar qalıb axı. Bax, 41 olmaz. Çünki bax, burada 41 ədədi var axı. Bura üstəgəl qoymayıblar. Deməli, B ya 30 dedi ki, ya 21, ya 31, ya 41-dir. 41 olmayacaq. Çünki bura plus qoyulmayıb. Nə qaldı? 21 ilə 31. Ümumiyyətlə, Ümumiyyətlə bax B 21 31 41 var ha. 31 ilə 41 ola bilməz. Çünki bura plus qoymayıblar. Bax 24-dən böyük ədədlərdə bunlar. Bura plus qoymuyorsa deməli B 24-dən kiçikdir. 24-dən kiçik nə var? Ancaq 21. B avtomatik oldu 21. Buradan 21-i də silirəm. Ondan sonra məsəl C-yə baxıram. C bax 24. C-ni hələ tapa bilmirik. 24-dən böyük ədəddir, ehtimalımız çoxdur. D-yə baxaq. D nədir? Sonu 2 olan cüt ədəddir. Zaten sonu 2 isə cüt ədəddir, o heç. Bir də 24-dən böyükdür. Bax 24-dən böyük sonu 2 olan hansıdır? 32 ilə 42. D 32 ola bilməz. Çünki 32 olsaydı bax bura plus qoyardılar bu 32-yə görə. D bildirik ki, sonu 2-dir. 24-dən böyüksə 32 ilə 42 ola bilərdi. 32 olmadığına görə bura plus düşmübsə D avtomatik olur 42. D olur 42. Buradan 42-ni də silirik. Misal ki, sonu 2 olanlar hansı qaldı? Bax, E ilə F qaldı. Bax, fikir versəz, E nədir? Sonu 2-dir. Sonu 2 olanlardan nə qaldı? 32 ilə 12. 32 ola bilməz, çünki bura üstəgəl qoymayıblar. 24-dən böyük deyilsə, onda 24-dən kiçiksə, Y avtomatik 12 olur. 32 də nə olur? Sonu 2 olan bir dənə F qalır da. Burada olur 32. Bax, belə-belə hamısını tapırıq. Burada olur 32. Misal üçün, gəlirəm K-ya. K nədir? Sonu 1 olan, 24-dən böyük olan. Sonu 1 olub da 24-dən böyük olan ya 41-dir, ya 31-dir. Və 41 olmaz. Çünki bura plus qoymayıblar 41-ə görə. Plus qoymayıblarsa onda C olacaq 31. 31-də silirsən. Bir dənə nə qaldı? Sonu 1 olanlardan bir dənə O qalıb. Görürsünüz, O da avtomatik 41 olacaq. Sonu 1 olan bir dənə O qalıb. O da avtomatik olacaq 41. Bax, həmçinin burada plus qoyublar. 41-i də sildik. Misal üçün, baxıram P-yə. P nədir? Cüt ədəddir. Cüt ədəddir. Aha. Bu hələ qalsın. Məsələn, U-ya baxaq. U cüt ədəddir və bunlardandır. Bunlardan cüt ədədlər nə var? 14, 32, 44. Bax, 32 ilə 44 olmaz U. Çünki bura şey qoymayıblar. Görürsünüz? 32 ilə 44 deyil. 32 ilə 44 deyilsə, onda avtomatik 14 qalır da. Bir də baxın, cüt ədədlər də bunlardandır. Bunlardan cüt ədədlər nə var? 14, 32, 44. 32 ilə 44 ona görə olmayacaq ki, bura yoxdur. Avtomatik bura olacaq 14. U oldu 14. Sonra P-ni taparaq, misal üçün, P nədir? Cüt ədəddir, amma 24-dən kiçikdir. 24-dən kiçik cüt ədəd nədir? Hələ 24-ün özüdür də, yəni 24-dən böyük deyilsə hələ 24-dür. P 24-dür. 24-də sildik. Misal K-ya baxaq. K nədir? Bu ədədlərdən biridir. Amma cüt deyil, təkdir. Yəni ya 11, ya 23, ya 41. Burada bir dənə 23 qalıb. 23-ü də sildim. K oldu 23. L nədir? Cüt ədəddir.
və 24-dən böyükdür. 24-dən böyük cüt zaten 34 qalıb. Burada 34-dür. N ilə C qaldı. Baxırsan N-də heç bir plus yoxdur. N-də bax plus yoxdursa, amma C-yə baxıram ki, C 24-dən böyükdür. 34-ü barədə istəyək. 24-dən böyük nə qalıb bizə? Bir dənə 43 qalıb. C avtomatik 43 olur. O birisinə də qalır 13. Bax, hamısı tapıldı. Bundan sonra artıq все. Bunları da silirsən. Yəni, bu cədvəllə tapmaq daha sadədir. Bu da olur. Sonra keçirsən burada sözləri falan düzəltməyə. Misal üçün, rast sözü hansıdır, knockdown sözü hansıdır və s.